Gözlərinizi yumun və təsəvvür edin. Bir film var ki, sadəcə izlənmir, oxunur, deşifrə edilir, hiss olunur. Bu film kino tarixinin ən qorxulu, ən qaranlıq və ən gizli yapımlarından biridir. Bəzilərinə görə sadəcə bir film, bəzilərinə görə isə dünyanı idarə edən güclərin açıq etirafı. Stanley Kubrick bu filmi bitirdikdən cəmi 4 gün sonra öldü. Film gizlədildi, səhnələrin içində isə masonluq, illuminati, gizli ayinlər və qadağan olunmuş simvollar vardı. Bəs Kubrick nəyi demək istəyirdi? Bu sadəcə təsadüf mü idi? Yoxsa o deyilməməli olanı dediyi üçün susturuldu mu? Əgər hazırsınızsa, indi sizi Eyes Wide Shut filminin pərdə arxası qaranlığına aparıram. Gözləri tamamilə bağlıdır. Bu film bəlkə də kino tarixinin ən gizəmli filmlərindən biridir. Çünki onun içində xəyal belə edə bilməyəcəyiniz bəzi səhnələrin içinə ustalıqla yerləşdirilmiş elə gizli məlumatlar və şifrələr var ki, izləyərkən sanki kimsə nələrsə deməyə çalışır, amma bunu sözlə ifadə etməkdən qorxurmuş kimi hiss edirsiniz. Haqlısınız, çünki filmin rejissoru Kubrick bu filmi tamamlayıb Warner Bros.'a göstərdikdən cəmi 4 gün sonra səbəbsiz yerə öldü və film ictimaiyyətdən gizlədildi. Niyə gizlədildiyinin sirri isə yeni üzə çıxır. Bəzi mütəxəssislərə görə bu film illuminati və masonluğun sirlərini açıq şəkildə ortaya qoyurdu və rejissor bu səhvinə görə aradan götürüldü. Filmin mövzusu bir həkimin dostu vasitəsilə gizli bir mason toplantısına qatılması və orada şahid olduğu hadisələr ard-arda baş verən təəccüblü olaylar haqqındadır. Filmin əvvəlində bir səhnədə həkim və arvadının ölkənin nüfuzlu şəxslərinin qatıldığı bir ziyafətə daxil olduqları göstərilir. Amma diqqət edilməsi lazım olan məqam, ziyafətə girərkən keçdikləri dəhlizin döşəməsinin dama naxışlı olmasıdır. Dama naxışlı döşəmələr masonların mühüm simvollarındandır və mason lojalarının xüsusi otaqlarının döşəmələri məhz bu naxışlarla örtülür. Həkim və arvadı ziyafət salonuna girdikdə isə salonun